Saat 7-dir. Mən oyanmışam. Daha doğrusu 7 indidir, sizə göstərirəm. Mən isə bir yarım saat 40 dəqiqədir ki oyanmışam. Çay dəmləyirəm. Bayırda qaranlıqdır. Hələ hava açılmayıb. Mən isə sizi hamınızı salamlayıram mənim kanalımda və bugünkü vlogu səhərimdən başladım. Çay dəmlənənəcən mən istəyirəm ki, uşaqlar üçün günorta və axşam yeməyi bişirim. Çünki mən işə gedəcəm. Bugün isə mən bibərin içində toyuq əti olan dolmalara oxşayan belə bir zaqatovka eləmişdim. Onu istəyirəm bişirim. Sadəcə olaraq sobaya qoyacağım və sobada öz-özünə bişəcək. Bu bişənəcən mən isə üstünə qoymağa biraz Holland pendiri rəndələyəcəm. Mən isə başlayıram səhər yeməyinə. Səhər yeməyinə çox çay xoşlayıram. Qəhvədən çox daha çay xoşlayıram və ona görə gözəl bir çay dəmləmişdim. İndi özümə süzürəm. Çox xoşlayıram səhərlər tez durum, hamı yatanda sakitçiliyə biraz qulaq asım, fikirlərimi toplayım və evə gün ərzində nə lazım fikirləşim və əvvəlcədən hazırlıq görüm. Səhərlər mənim ən xoşladığım yemək qızarmış çörək, üstünə yağ, bal ya da yağ pendir, belə bir şeylər xoşlayıram. Daha çox kaşanı arada bir eləyirəm, o qədər xoşlamıram deyənə tez-tez etmirəm və vaxt baxımdan da bu daha tez olur və balacalıqdan yediyim bir yemək deyənə daha mənə xoş gəlir. Yeməyimi yeyib başlayıram yenə bir yeməyi hazırlamağa, daha doğrusu yarımçıq bunu hazırlayacağım, balığı doğrayacağım, lazımlı ədiyyatları qatacağım, duz, istiot səpələyib, qarışdırıb soyuducuda saxlayacağım ki, axşam gələndə tez götürüb qızarda bilim. Bunu hazırlayanacan artıq sobadakı da hazır oldu. Çıxardıram. Hələ tam hazır olmasa da çıxardıram. Üstünə pendiri qoyuram və yenidən sobaya salacağım. Bunu təkrarən sobaya qoyandan sonra gedirəm səhər makiyajımı yapım. Gündəlik makiyajım isə çox sadədir. Adi krem vururam üzümə, tonal kremi vururam üzümə, ənlik və qaşlarımı biraz karandaş ilə çəkirəm.
Saata baxıram və başa düşürəm ki, bu qədər iş görmüşəm, amma hələ də cəmi 50 dəqiqə keçib. Vaxtım qaldığına görə biraz da fikirləşdim ki, paltarları da qoyum yuyulsun. Budur qızlar, artıq burada hazır. Mən isə qızlar işə nə aparıram, deməli belə toyuq qızardılmış, kare sayağı, kök və 4 dənə belə balaca konvert şəklində olan, içində ət ilə lavaş. Bugün oğlumun sərgisi var idi. Mən işdə olan zaman oldu deyənə atası aparıb və balacamız da bugün bağçaya getməyib, qardaşını sərgiyə yola salıb. Onunla birlikdə sərgiyə gedib. Bu artıq oğlumun ikinci sərgisidir və bu sərgidə 4 sezon şəklini çəkib və çox gözəl alınıb. Düzdür, öz yaşına görədir. İndi görəcəksiniz inşallah burada. Və sərgidə mən belə baxıram ki, balacamın da çox həvəsi var. Çox həvəslə baxır, çox maraqlı baxır. Əziz babalar, cənnət olmasa diqqətiniz bulunur. Əziz babalar, salam değerli qonaqlarımız, hər birinizi Uğur Yüksəliş Tədris Mərkəzinin təşkil etdiyi Avqa rəsm sərgisində səmimi qəlbdən salamlayırıq. Bugün burada gənc rəssamlarımızın yaratdığı xüsusi enerji, duyğu və rəngləri özündə birləşdirən Avqa sərgisini təqdim edirik. İndi isə Azərbaycan Respublikasının dövlət himni səslənir. Qızlar, axşamdır. İndi gəlmişəm. Görürəm ki, ev bugündədir. Görürsünüz, evdə nə baş verir. Davay. Belə. Burada hər şey var, hər şey. İndi istəyirəm buranı tez-tez yığışdırım. Ümumiyyətlə evləri yığışdırım ki, gözəl olsun. Это ты все сделал? Хочу убрать Макдональдс свой. Да. А кто ел Макдональдс?
Я Maglonus. А я тебя съем, можно? Baxmayaraq ki, mən gələndə уже axşam idi, bəlkə də yerimizi yığışdırmasaq da olardı, amma yenə də dözmədim, istədim hər şeyi yığışdırım, hər şey təmiz olsun. Bunlar bugün həm sərgiyə gediblər, həm də gəlib evləri də bugünə salmağa çatdırıblar qızlar. Çox dəhşətdilər. Bu balacam evdə olanda hər şey qurdalayır, hər şey çıxardır, hər şey tökür. Bugün mən də səhər tezdən gedirəm. Səhər buraları yığışdırmağa çatdırmamışam. Adətən qızım yığışdırır. Bugün qızımın da vaxtı olmayıb. Bunlar da evdə olmayıblar. Amma bir neçə saat sərgidən gələndən sonra buraları bugünə qoymağı çatdırıblar. Sağ olsunlar. Bir də ki, bu videonu səsləndirəndə biraz xəstəyəm. Ona görə səsim biraz kobud gələ bilər. Xəstəlikdən irəli gəlir. Axşam hamımız əl qatdıq, evləri tez-tez yığışdırdıq. Balacam isə mənimlə birə-bir yığışdırır. Mənə köməklik edir. Öz oyuncaqlarını özü yığışdırır. Gördüyünüz kimi stoldan, yerdən, hər yerdən tapır, qoyur, yerbəyer eləyir. İndi isə keçirik koridora. Koridorda da balacam mənə ayaqqabıları yığışdırmağa kömək eləyir. Çox xoşlayır ki, ayaqqabıları yerbəyer etsin. Мама, смотри, камень это испортил. Пылесос. А почему он испортил? Не знаю, поговорим потом с ним. Bu isə artıq sabahsı gündür. Gördüyünüz kimi saat 7:20-dir və yenə də səhər tezdən durub yeməyimi yeyib hər şey ediləndən sonra uşaqlar üçün bir ev şokoladı hazırlamağa qərarına gəldim. Bu şokoladı hazırlamaq üçün qızlar, deməli bizə nə lazımdır? Bizə yarım stəkan süd lazımdır, yarım stəkan şəkər tozu lazımdır, 1 stəkan duru yağ və 3 xörək qaşığı kakao lazımdır. Bunların hamısını tökürük belə bir qaba və başlayırıq onları blenderla ya da bu chopperlə, məndəkindən yaxşı çarxalamağa.
Bu gördüyünüz şəkildə şokolad əmələ gəlməyə başlayacaq. Sadəcə olaraq biraz da çarxalayırıq ki, lap bərk olsun. Sonra isə çıxardıram belə bir şüşə qabına və xaladelnikdə saxlayıram. Çörəyə çox gözəl yaxılır. Gördüyünüz kimi mən də istədim ki, ilk özüm bunu yeyim. Çünki hələ ki hamı yatmışdı. Dadına baxan yox idi. Dedim ki, özüm birinci baxım bunun dadına necə olubsa. Əslində birinci dəfə etmirəm, bir neçə dəfə etmişəm. Uşaqlar çox xoşlayır və hər dəfə eləyirəm. Alınma şokoladdan qat-qat yaxşıdır. Heç olmasa içində nə olduğunu dəqiq bilirik. Səhər elədiyim iş bu qədər. Axşam da gələndə istədim ki, bir islaq keyk bişirim uşaqlar üçün. Bunun reseptini Telegram kanallarından birində tapmışam. Reseptini sizə saxlayacağım. Videonun altında görə biləcəksiniz. Çox rahat bişirilir və çox tez bişirilir. Bunun üçün götürürük 1 stəkan süd, 1 stəkan duru yağ, 1 stəkan şəkər tozu və 4 qaşıq kakao. Hamısını qarışdırırıq. Olur belə sulu bir məhlul. Bunu da iki tərəfə bölürük. Bir tərəfini saxlayırıq, o bir tərəfinə isə 2 dənə yumurta əlavə edirik. 1 stəkan un əlavə edirik və qabartma tozu ilə vanilin əlavə edəndən sonra bunları yaxşı-yaxşı qarışdırırıq. 20-nin 20-yə olan bir formam var mənim. Şüşə qabıdır, indi görəcəksiniz. Bu xəmiri ona boşaldıb və 180 dərəcəyə qoyuram bişməyə. Cəmi 20 dəqiqəyə bişir. Çox gözəl olur və payladığımız ikinci yarısını sadəcə olaraq qaynar keksin üzərinə tökürük və keks hazırdır. İstədiyiniz razmerdə kəsib sevdiklərinizi sevindirə bilərsiniz. Mən isə unutdum sizə göstərim necə mən o qalan məhlulu bunun üstünə əlavə edirəm. Amma dediyim kimi götürürsünüz sadəcə olaraq isti keks, isti qalmış duxovkadan çıxardan kimi üzərinə tökürsünüz və kəsirsiniz ki, aralarına da getsin və gördüyünüz kimi çox gözəl belə bir keks olur. İnsanın ağzında əriyir. Эмиль, вкусно? Угу. Очень вкусно? Сильно yerim Kadi. Kuşay. Səhər durmuşum qızlar, baxın nə görürəm. Bu bizim sarı pişiyimiz götürüb mənim gülümü nə günə qoyub. Güldən heç nə qalmadı. Bunu mən o qədər saxlayırdım ki, qoruyurdum ki, bu böyüsün. Çünki bu dərman gülüydü. Bu isə buraları nə günə qoyub. Bunu qazıyıb. Yaş olmayanda götürür belə eləyir. Otaqda böyük gül var, onu eləyirdi. Ona dünən su tökdüm ki, eləməsin, bunu unuttum. Gəldi buranı elədi. Bugün saat 9'da durmuşum qızlar. Çünki heç cür dura bilmirdim. Duranda da gülü bugün də gördüm. Və indi isə başlayıram tez yeməyi bişirim ki, uşaqlar üçün günorta və axşam üçün yemək olsun. Mən isə işə gedim. Bu fikirlə oyanmışdım, güclə özümü oyatmışdım və başa düşdüm ki, bugün mən xəstəyəm, heç yerə gedə bilməyəcəm. Amma buna baxmayaraq yeməyi bişirdim. Yaxşı ki, qızlar yeməyi vaxtında bişirdim, çünki bundan sonra bütün günü yerimlə dura bilməyərək uzanmışdım. Çox pis özümü hiss eləyirdim və hələ də xəstəyəm dediyim kimi. Bu səsi yazanda da hələ xəstəyəm. Çox pis xəstəliklər var, özünüzü qoruyun. Bir həftədir ki, xəstəyəm, ona görə videom da gecikdi. Hələ indi bunu eləyib paylaşa bilmişəm sizinlə. Mən isə burada 3 cür kotlet bişirəm. Ət kotleti, toyuq kotleti və mərci kotleti. Deyirəm ki, nə yaxşı ki, mən
zaqatovkalar eləyib əvvəlcədən buzxanada qoyuram, buzluqda qoyuram. Çünki baxın belə bir vəziyyət ola bilər ki, xəstələnirsən, ya çatdırmırsan, amma buradan çıxardıb tez bazar qoyursan, hər şey hazır, heç olmasa ailən ac qalmır. Və bugün qızlar Temu sifarişim gəlmişdi və inanmazsınız, bu arada özümü biraz yaxşı hiss edirdim. İstədim sizə göstərim və əvvəl kadrı silinib, amma açdıqlarım hamısı burada. Bura uşaq əlini salır, belə qolbaq kimi və qalır əldə. Görürsünüz? Çox gözəldir, yumuşaq oyuncaq. Birində rozva rəngdə sifariş etmişik. Qardaşımın uşaqları üçündür. İki bacıdır. Bir də belə, bunlar da yeni il üçün, onlar üçün sifariş etmişik. Bunlar rezinkalardır. Burada bir neçə, bu setdir. Bir neçə cür rezinkalar var, görürsünüz. Bu zakolkalardır. Adi rezinlər. Burada belə zakolkalar. Burada bantikli rezinlər. Yenə də zakolkalar. Burada güllə zakolka. Lap xırda zakolkalar. Bunlar da adi rezinlər. Bu isə mənim bacım qızım mənim üçün hədiyyə eləyəcək deyəndə ki, mən üzə götürdüm bunu. Deməli, bu sumkadır. Taxanda yenə də sizin üçün göstərəcəm. Çox böyük sumkadır qızlar. Buradan da cibləri var. Taxıb da göstərəcəm sizə ki, tam başa düşəsiniz ki, nə cürdür o. Bunları bizim qızlar yeni gecəsində geyinmək üçün zakaz ediblər. Bu nədir? Bu saçdır. Saçlardır, cürbəcür rəngdə. Bir də sarı rəngdə belə, qızıl rəngdə də sifariş ediblər. Bu da sumkadır, sport sumkası. Bunu bacımın oğlu üçün zakaz etmişik. Belə sumkadır. Balaca, kompakt. Oğlan uşaqlar üçün sport idmana getmək üçün çox yaxşıdır. Bu isə kişilər üçün köynək zakaz etmişdik. Mənim yoldaşım üçün və bacımın yoldaşı üçün. Bu cinsdir. Amma cinsin çox nazik materialdır qızlar. Rəngi biraz videoda pis çıxır. Əslində tünd göy rəngdir, rəngi qəşəngdir. Amma burada biraz köhnəlmiş kimi çıxır. Bu da eynən odur, razmerləri fərqli olaraq. Bu da köynəkdir. Bu köynəyi biz babamıza sifariş etmişik. Amma nəsə mənə balaca görünür belə belə. Biz ən böyük razmer sifariş etmişdik, amma elə bir balacadır. Amma materialı çox gözəldir. Bu, səhv eləmirəmsə bu şeydir, pambıq idi. Pambıq materialında çox gözəldir. Burada razmerinə baxın. Yazılıb ki 46'dır. Amma mənə elə gəlir ki, yenə də bu babamıza balacadır. Yenə də baxarıq. İnşallah ki yaxşı olar. Yeni bir sifarişimiz. 2 sifariş etmişdik. Burada da çok şey var. Şimdi size her şey göstereceğim. Deməli qızlar, baxın bu karovkada heç özümün yadında deyil. Nə varsa, amma indi baxacağıq nə var. Burada, bu kuxnyam üçündür. Mənə hər dəfə yazırsınız ki, mən rakovinamın yanında çox şeylər var. Mən onu da başa düşürəm, amma heç cür tapa bilmirdim ki, gözəl bir onları əvəz edən bir şey. Axır tapdım. Temudan deməli belə rakovinanın yanına qoymaq üçün qoyanda da göstərəcəm. Nə cür bir şeydir. Bu plastikdir qızlar. Mən elə bilmişdim dəmirdir, amma plastikdir.
Bu nədir qızlar? Bu mənim oğluşumun musaravozu. Aylarla bunu gözləyirdim. Musaravoz. Nə? Bu nədirsə baxaq. Bu dəfə çox şeyi korobkalara qoyublar. Çox maraqlıdır ki, içində nədir. Deməli bu nədir? Qızlar, bu dəfə buradan belə saç buran fen sifariş etmişdik. Bu odur. Qızımın saçını burub göstərəcəm sizə necə burursun. Deməli bu nədir qızlar? Biz hələ bilmirik. İndi baxacağıq. Открой. Bu çox maraqlıdır. Hər şey korobkalardadır. Başa düşmək olmur. Şey kraska da. Papistəcəm. Deməli qızlar, bunu bildik nədir? Bu qızım özünə kraska sifariş etmişdi saç üçün, odur. Bir dəfə buradan sifariş etmişdik, qəşəngidir. Sadəcə olaraq başqa bir rəngidir. İndi isə başqa rəng sifariş etdik. Bunu da başına qoyandan sonra göstərəcəm necə oldu. Bacım qızım özünə sifariş etmişdi. İdman üçün belə bir rolikdir. Mənim qızım da var idi bunun. Rozovi rəngində. Bir də bunda isə əlavə belə bir şar da var. Bu masaj üçündür. Kompüter üçün belə mışqa sıçan. Baxın necə bir sıçandır bu. Yəqin ki, yandıranda burada işıqları yanır. Onu biz ancaq taxandan sonra görəcəyik. Yenə sizə göstərəcəm. Bu deməli qızımın çantası, özünə çanta. Bu da oğlumun çantası. Yarım ildir ki, məktəbə gedirlər. Amma yarım ildən sonra belə qərara gəldilər ki, çantaları dəyişmək lazımdır. Çantaları dözmədi məktəbə. Belə. Burada da zamoku var. Burada da var. Rəngi də çox gözəldir. Yəqin siz fikir vermişsiniz ki, mənim oğlum burada da var. Mənim oğlum axırıncı vaxtlar ancaq ağ qara sifariş edir. Yəqin belə bir yeni yetmə dövrüdür. Keçib gedər. Bu isə qızım özünə sifariş edib. Şimdi deyir ki, rəngi o qədər xoşuma gəlmədi. Amma seçəndə özü bu məncə çox gözəl olar. Bu. Məndə Temu'dan bir rüksak var. Уже ikinci il olacaq ki, onu geyinirəm. İndi göstərəcəm sizə. Onu taxıram, budur. 2 ildir ki, bunu buradan sifariş etmişəm və istifadə edirəm. Çox xoşuma gəlir, keyfiyyəti, hər bir şey çox superdir və gördüyünüz kimi bu dəridir. Demirəm ki, əsl dəridir, amma demək istəyirəm ki, parça deyil. Bu isə parçadır. Demək istəyirəm ki, burada keyfiyyət çox yaxşıdır. İnanıram ki, bu da yaxşı keyfiyyətli olar. Bu isə qızlar, bunu anama sifariş etmişdim. Bunu da yeni ilə. Anam üçün belə bir jaket sifariş etmişəm. İndi göstərəcəm sizə. Baxın. Çox yumuşaq, çox gözəl. Məncə çox gözəldir. Qolları da belədir. Çox yumuşaq, çox xoşa gələn bir material var. Rəngi videoda görünəndən biraz tündür. Biraz tündür və real rəngi daha gözəldir. Korичневыdır. Bu elə bir qəhvəyi rəngdir. Bu da ki qara. Mətbəxim üçün yeni bir şey sifariş etmişdim. Qabları qoymağa. Amma indi fikir verirəm ki, çox balacadır. Baxın nə qədər balacadır qızlar. Bunun üstünə 2 dənə tarelka qoysam. Всё. Baxın, əlim boydadır, görürsünüz. Bunun üstünə 2 dənə tarelka qoysaq, всё. Bunda yer qalmayacaq. Çox keyfiyyətsizdir. Məncə çox belə
Belə gözləmirdim çünki şəkillərdə başqa cür idi. İndi baxacağım yenə də istifadə etmək olarmı, yoxsa elə belə yerə pul sərfiyyətidir. Növbəti sifariş qızlar, bu belə koftaçkadır. Düyməli, özümə sifariş etmişdim. İndi açıb göstərəcəm. Baxın qızlar, belə bir jaketdir. İşim üçün sifariş etmişdim. İşimə görə. Amma ki, çox nazikdir, çox. Mən belə gözləmirdim. Fikirləşmişdim ki, biraz qalın olar, amma bu çox nazikdir. Amma materialı çox gözəldir. Bu da bir sport sumkasıdır. Bu isə mənim oğlum özünə sifariş edən bir sport sumkasıdır. Bunu da indi göstərəcəm sizə. Bu o birisi sumkadan daha böyükdür. Bayaqki sumkadan daha böyükdür bu. Qızlar, bu deməli mənim bacımın oğlu üçün zakaz etdiyimizdir. Bu isə mənim oğlum üçün. Belə o qədər bilinmir, amma içi bunda daha böyükdür. Bu özdə başqa cür açılır, gördüyünüz kimi buradan açılır. Belə. İçi çox böyükdür. İçində belə də bir şey var. Ayrı belə uzun cib var. Bu nə üçündür? Burada ayaqqabı qoymaq olur. Belə. Ayaqqabını belə alta qoyursunuz, amma əslində bu sumkanın içində olacaq. Çünki baxın, sumkanın içindən çıxır. Sumkanın içindən çıxır. Amma ki, nə yaxşıdır? Ayaqqabı üçün ayrı elə bil ki, bir çanta var. Amma abyomu sumkadan gedəcəkdir. Sumkanın içindən yer götürəcək, belə deyim. Bunu yoldaşım üçün sifariş etmişdim. Belə korичневый qəhvəyi rəngdədir. Bunun qızlar materialı da yaxşıdır. Məncə keyfiyyəti də pis deyil. Çox qalın deyil. Amma belə pis deyil. Köynəyin üstündən geymək üçün gözəldir. İndi istəyirəm xırda şeyləri göstərim. Deməli, baxın qızlar. Bu oğlum üçün ad günü almışam. Balacam üçün. Yanvarın 10-u ad günü olacaq. Şardır. Bu da belə bir maşınlar. Kağızda yapışdırırıq belə. Belə olacaq. Burada gördüyünüz kimi maşınlarla belə. Bu da şarikdir. Bu səhv eləmirəmsə 4 yaşdır. 4 yaşı olacaq. 4 rəqəmidir. Bu da şarlardır. Bu sadəcə olaraq adi şarlardır. İstəyirsiniz gellə doldurmaq olur. İstəyirsiniz adi havadan. Bu nədirsə yadımda deyil. Gəlin baxaq. Aha qızlar, bu lakdır. Temu'dan birinci dəfədir ki lak sifariş etdim. Baxın görüm necə olacaq. İndi açıb baxaq. Aha qızlar, bu pudradır. Koreyski firmanın pudrasıdır. Temu'dan sifariş etdim. Bunu da sifariş edib istifadə edənlər var. Deyirlər ki, çox gözəl qoxusu var. Görünür burada da rəngi. Yenə burada xırda şeylər var. Bunu işimə görə almışam. Əslində bu kokteyl çubuqlarıdır. Deməli qızlar, bu nədir? Bu elə pudra üçündür. Pudranın qubqaları. Pudra tonalный qubqası.
Burada deməli içində 3 dənədir. Bu isə deməli oğluma, balacama pijama. Bu maşınları xoşlayır, ona görə maşınla, mütləq maşınla olmalıdır. Amma belə baxıram ki, material o qədər xoşuma gəlmir. Mən elə bilmişdim bu. Elə bilmişdim deyəndə mən seçəndə də həmişə seçirəm. Deməli pambıq, amma deyəsən burada səhv eləmişəm. Çox pambığa oxşamır. Bu da şalvarı. Bu deməli setdir. 3 dənə kofta, uzun qol, futbolka. Bunu da özümə işim üçün özümə sifariş etmişəm. Görürsünüz, sadə, uzun. Uzun qol. Bu həmən göy rəngdə, bu da qara rəngdə. Bunlar hamısını işə geyinəcəm, çünki bizdə işdə dress koddur, göy, qara ya da ağ. Deməli, yenə nələr qızlar? Bu nakleykadır, bunu da işimə görə sifariş etmişəm. Uşaqların əlinə yapışdırıram. Yeni ildir deyənə qoy yeni il abu havası olsun. Gələn həftə birinci gündən hamıya bunlardan yapışdıracağım. Sırğalarım. Baxın nə gözəldir. Daşdır. Qol bağım. Bu da həmin rənglərdədir, həmin tonlardadır. Ümid edirəm ki, bunun bu sarısı çıxmayacaq. Baxın necədir, rezindədir. Belə taxılır. Çox gözəldir məncə. Yeni ildə taxacağım. Baxın, eyni tonlardadır. 2 dənə belə zakolka sifariş etmişdim. Bunlar da bu rəngdədir. Çox gözəldir qızlar. Onlar dırnaq üçün. Qızım sifariş edib yeni il. Bunlar dırnaq üçündür, yeni il üçün sifariş edib qızım. İndi göstərəcəm sizə. Bilmirəm, görürsünüzmü? Yolkadır, qar dənələridir, papaqdır. Belə. Bu isə belə. Belə görünmür, əlməməliyim. Bu yolkalardır. Cürbəcürdür. Bu göy rəngdədir. Qara damı. Bu isə belə konfetlər, hədiyələr, yolkalar, cürəbəcür. Belə. Və burada çoxdur qızlar, çoxdur. Məncə bir 10 il istifadə edə bilərik. Bu isə oğlum özünə ruçka qabı da sifariş etmişdi. Penal. Baxın necədir. Çox balacadır amma məncə. Amma üstünü görürsünüz. Zato zamoku çox böyükdür. Ümid edirəm ki, bura karandaşlar, ruçkaları sıxacaq. Belə qəşəngdir, pis deyil. Buna baxaq, bu nədir? Məncə bu mənim xaladilnikimin lampiçkası yanmışdı. Yoldaşım sifariş etmişdi. Bəli. Xaladilnik üçün lampiçkadır qızlar.
dəfə bu mənim qızım özünə papaq sifariş etmişdi. Belə. İçinə baxın. İsti. Üstü isə belə. Qulaqları da var. İnanıram ki, çox xoşuna gələcək. Üstü biraz adamı qaşındırır, amma zato içi görürsünüz nə qəşəng yumuşaq. Belə qəşəngdir. Və qızlar, özümə sapaşki sifariş etmişdim. 2 cür, həm uzun, həm qısa risk edib buradan sifariş etdim. İnanıram ki, ümid edirəm ki, yaxşı olar. Gözəldir qızlar, gözəldir. Mən belə də görmüşdüm, şəkildə elə belə də gəldi. Uzundur. Amma içində mex yoxdur. İçi çox nazikdir qızlar, onu da deyim sizə. Amma bunlar 45 manat idi. 45 manataydı. Görürsünüz içi necədir? 45 manataydı. Məncə 45 manata biraz içinə də nəsə qoya bilərdilər ki, isti olsun. Bunu məncə indi soyuq havalarda geyinmək mümkün olmayacaq. Amma ki, belə geyinmək olar. Belə görürsünüz. Amma fasonu qəşəngdir. Mən özüm istədiyim bir formada sapaşki tapa bilmədim. 2 ildə axtarıram. Nəhayət ki, bunu Temu'da gördüm. Nəsə oxşatdım ki, modeli mənə uyğundur. Model olaraq pis deyil. Qəşəng də elə şəkildə necədir elədim. Altı görürsünüz. Mən düz axtarım ki, çünki mən həmişə qaça-qaçdayam. İstəyirəm ki, qaçanda ayağımı incitməsin. Ümumiyyətlə, mən ayaqqabıdan həmişə ayağımı incidir. İstəyir bahalı alım, istəyir ucuz alım, ayağımı incidir. Ona görə mütləq bir sezonda bir neçə ayaqqabım olur ki, birincidə də o birisini dəyişim. Və belə ugilər almışam. Bunları bəyəndim. Rəngi də mən istədiyim rəngdir. Qıraqda da belə rezinkası var. İçi də istidir. Yəqin ki, bir ara bunlar çıxacaq biraz. Sonradan da çıxmaz. Belə qızlar. Çox gözəldir, xoşuma gəldi. Deyəsən hər bir şeyi açdım sizinlə, hər bir şeyi göstərdim sizə də. Özümdə baxdım. Belə də pis deyil qızlar, bunlar da. Düzdür, bu biraz belə gündəlik geyinib getmək olar belə. Amma əslində yəqin bu daha yaxşı şalvar ilə olar. Bu da qızlar, deməli, jaket. Çox gözəldir, amma altından nazik mayka geyinsəm, həm də daha yaxşı olar. Bu isə o setdəndir. 3 dənəli. Çox xoşuma gəldi. Elə bil ki, futbolkadır. Heç işə geyməsək də belə, başqa bir yerə də geymək olur. Adi, gündəlik həyatda. Sadəcə olaraq qolu var. Superdir. Xoşuma gəldi. Bunun başqa rəngləri də var idi. İndi gələn dəfə inşallah başqa rənglərini seçəcəm ki, adi həyatda da belə geyinməyə. İşdə yox, adi. Bu isə ayaqqabılar qızlar. Şalvarla. Belə də pis deyil. İndi alttan qara kalqotkam qaldı prosto. Alttan qara kalqotkam görünür. Sadəcə olaraq ola bilsin ki, ona görə biraz o qədər də yaxşı görünmür. Amma hər şeydən çox razı qaldım. Çox gözəldir. Demişdim ki, sizə mışqanı taxandan sonra göstərəcəm. Baxın, rəngləri necə dəyişir. Çox gözəldir. İçində rəngləri dəyişir. Sizinlə danışarkən mən, bu isə rənglərini dəyişir. Bir neçə rəng oldu, gördünüz. İndi sarı, yaşıl, beləliklə göy, bənövşəyi oldu. Beləliklə rənglərini dəyişir, çox gözəldir.
Elədiyim, bilmirəm bu adını nə deyim, padnos kimi bir şey. Amma çox balacadır. Bu qədər yer qalıb burada. Bu da çox balaca qabdır. 20-nin 20-yədir bu. Görürsünüz tarelka. Tarelkadan sonra heç nə qalmır. Çox balacadır. Bu böyük olsaydı çox super bir şeydi. Çünki su hamısı yığılıb buradan töküləcək rakovinaya. Bu da ki o birisi. Bu pis deyil. Sadəcə olaraq bunun da materialı olaraq xoşuma gəlmir. Çox yüngül plastikdir. Burada da belə bir yer var. Burada da asmaq olur. Gördüyünüz kimi su bura axacaq. Və bunun öz bu arası da elədir ki aşağı yönəlib buradan su axacaq. Arxa tərəfi hündürdür, qabağı aşağıdır. Ona görə buradan bütün su yığılsa da axacaq rakovinaya. Belə rakovina boşaldı, bütün böyük rakovina, bütün rakovinanı indi istifadə etmək olur. Amma sadəcə olaraq bu biraz balacadır. Burada bütün qabları sıxışdırmaq olmaz. Bir yumada olan qabları bura qoymaq mümkün deyil, çox balacadır. Qızlar, bugün 5-ci gündür. Unutdum bugün səhərdən sizə deyim və işə getməmişim çünki xəstələnmişəm və ərişdə supu bişirmişik. Deməli, ərişdəni anam eləyib verib. Quru-quru belə saxlayırıq bunları. Amma supu isə bacım qızım bişirib. Baxın, özü də oturub burada yiyir. Qızlar, indi o aldığımız kraskanı Albinanın saçına vuracaq. Fikir verməyin, səsimə xəstələnmişəm. Görürsünüz, bu öz rəngidir. Bu isə yayda rəng qoymuşduq. İndi o rəng, bu bilirsiniz, narıncı belə rəngidir. Rıjı olmaq istəyirdi. İndi o rəng vaxtını itirib mi deyim, vaxtını keçib, indi olub belə ala-bula. İndi isə biz Otemo'dan zakaz etdiyimiz şampun maskadır bu. Bu tünd rəngdir. Tünd rəng seçib, indi baxaq görək necə olacaq. Buydu qızlar, şampun kraska. Üçü birindədir. Üçü birində nə deməkdir? Понятно. Bu tərcümə. Bir markovka rəngin oxşayır. Biraz əlvi çək bu yana. Baxın, bu nə markovka rəng olacaq deyəsən. Mama bu seçdiyinə görə bilmirəm nəyə baxıb seçmişdi bu. Amma deyəsən istəyirdi tünd olsun biraz. Nə rəng istəyirdi? Allah bilir. Bu rəng təzə rəngdir. O üçün belə rəng istəyir. İndi baxaq axırda nə baş verəcək, nəticəsi nə olacaq. Xəstə olsam da qızlar, bu məndən əl çəkmir. İstəyir ki, peçeni hazırlayayım. Ona görə peçeni hazırlayacağım. 500 qram un. Добавляем. О, бумага. Подожди, Эми, не шатай. Мам. 250 qram kərə yağı. Kərə yağı otaq temperaturunda olmalıdır. Məndə o qədər də bərk də deyil, xaladinikdə idi. Sadəcə olaraq mən bilmirdim ki, bunu bişirəcəm birdən-birə. İstədi bu, ona görə bişirirəm. Amma gördüyünüz kimi mənim yağım yumuşaqdır. Sizdə yağ bərkdirsə mütləq onu biraz çıxardın xaladinikdən otaq temperaturasına götürsün. Mama, что надо перемешать? Deməli, vanil atacağıq, biraz duz atacağıq. Biraz duz, Bu tərpədir qızlar, ona görə kamera arada tərpənə bilər. Bir də saxarnaya pudra, şəkər. Ох, как вкусно пахнет сахар. Pudra şəkəri. Bundan da deməli 150 qram bura qatırıq. Все, отойди. У меня получается, я засуняла. Çox dadlı peçeni olacaq. Qızlar, çox dadlı. Çünki baxın bunu kim bişirir? Ой, не пересели сюда. Tуда не делай. Туда Kim упала bişirir мука. bunu? Bunu Emil bişirir. Ona görə bu çox dadlı olmadı. Əslində qızlar, bilirsiniz bunun hansı peçenyanın
peçenyanın dadını verir. Bu o dəmir qablarda olur peçenyalar. Bax onun dadını verməlidir. Çox dadlıdır. Mənim ən xoşum gələn peçenyalardan biridir. Bu isə onun ev variantı. Все, Emil. Vısın rучки. Rучки. Kızlar artıq peçenya hazırdır. Çox yumuşaqdır. Baxın altı da biraz da çox qaldı. Əslində biraz az qalmadı. Sadəcə olaraq görürsünüz bunlar belə yumru şarik kimidir. Bunları biraz xaladenikdə saxlamaq lazım idi. Xəmiri. Sonradan biraz daha yaxşı yayılacaqdı. Amma Emil imkan vermədi. Ona görə mən də belə top kimi eləyib qoydum. Amma əsas odur ki, dadı bundan dəyişmir və все равно dadlı olacaq. Sadəcə olaraq görünüşünə görə bunları biraz xaladenikdə saxlasaydıq 1 saat bu xəmiri daha yaxşı olacaq. Xəmir yapışan xəmir olmur. Xəmir belə qaldı. Sadəcə olaraq bunu biraz xaladenikdə saxlasaydıq daha yaxşı bu şariklər formasını daha yaxşı tutacaqdı. Amma dediyim kimi Emil imkan vermədi. Ona görə belə alındı. Amma dediyim kimi dadı dəyişməyəcək. Kızlar kim istəyirsə üstünə də biraz ısladıb əvvəlcədən. Не даст. Вот эти печенье. Да, üstünə yaş eləyib. Хорошо, не хочешь, не кушай. Üstünə Хочу вот их. что хочешь? Хочу их. Хочешь mı? Üstünə xəmir olaraq bu forma verəndən sonra biraz pisok da səpələmək olur. Вот чуть-чуть Şəkər горячий. tozu da eləmək olur ki, biraz da şirin olsun. Amma mən etmədim. Bizim üçün belə də şirindir. Qızlar belə də pis deyil. Baxın, nə qəşəng görünür. Bir tarelkaya yığanda və dadı çox gözəldir. Möhtəşəm. Mən isə qızlar burada kofe də elədim. Bu peçenyalarla kofe yaxşı gedər. Bombalı. Çox gözəl. Даже не кофе как. Kofe'lə içməli peçenkalardır. Çox super. Я колобок, румяный бок, румяный бок, бомбарный. Да не насколько дверь закроем. Бок, я колобок, румяный бок, румяный бок, бомбарно метен, написано, записано, питание запишло, ковки запишло, я от дедушки ушел. Я от бабушки ушел. От тебя? Кстати, кубику. Bunu da oxudu bizim Emil. Əslində qızlar Albina bu rəngi istəmirdi. Deməyinə görə biraz tünd qəhvəyi rəng istəyirdi. Amma ki alınan rəng isə çox açıq. Heç bilmirəm nə rəng deyim buna. Bu rəngin adını deyə bilmirəm qızlar. Belə oldu. Öz saçında daha açıq rəng oldu. Aşağıda isə kraska var idiyinə biraz tündür. Belə alındı. İndi deyirik ki, bir həftə belə gəlsin. Əgər xoşuna gəlməsə, yenə də buradan başqa rəng kraska alıb sifariş etməyəcək. Buradan alıb bir də nəsə qoymaq olar tezdən bunun üstünə. İndi isə bunu zakaz eləmişdik Temu'dan. Baxaq görüm bu necə işləyir. Pomagi. Bunun içində görürsünüz belə daraq da var. Və belə 2 dənə belə, yox 3 dənə belə də zakolka var. Baxın qızlar necə knopkalarla belə çönür. Burada isə yandırmaq üçün knopka var. Bu da deməli dərəcə iləndir. Dərəcələri var. 170, 190, 210. İndi biz 170'e qoyduq birinci dəfədir. Bu isə knopkalardır ki, hansı tərəfə istəyirsən o tərəfə də fırladırsan. İndi baxaq görüm saçda necə olacaq.
Сзади вот так. Davay. İndi saçda yoxlayaq qızlar. Не так, Альбина. Тут должна я Вот сюда. с этой стороны Смотри, закинь. видишь? А, Они ее должны закинуть. закинь. Нет, в другую сторону крути. А, другую. Я же говорила, в эту сторону надо. О, Давай. все. Угу. Görürsünüz, öz-özünə fırladır. İndi biraz saxlayaq. Nəticəsinə baxaq. Aç görüm. Görürsünüz qızlar. По-моему, это мы не умеем делать. Это локоны бывают лучше там. Baxın qızlar. Gözəl alındı. Belə eləyəndən sonra hamısını biraz da belə əllə belə açsaq olacaq çox gözəl. İstəsəz çox qalsın, biraz da lak vurmaq olar və super olar. Mən isə hər birinizə təşəkkürümü bildirirəm ki, sonucan məni izlədiniz. Abunə olub like qoymağı unutmayın. Gələn görüşlərə dək.